Vaxtınız xeyir, aktual gündəm efirdədir. Gündəmimizin əsas mövzusu artıq kiber təhlükəsizlik, rəqəmsal ümumiyyətlə həyat və yaxud da rəqəmsal texnologiyalar, bu texnologiyaların işlədilməsi, bu artıq günümüzün adi rutininə çevrilib. Amma bu adi, bəzən bizim üçün hələ də maraqlı görünən bütün bu mühitin özünün çox ciddi təhlükəsizlik problemləri var və artıq bu məsələ Azərbaycanda kifayət qədər dövlət tərəfindən də ölkə başçısının imzaladığı bir neçə gün öncə fərman əsasında yeni yaradılmış agentliyin olması, həmçinin bu barədə dövlət proqramının mövcudluğu, müxtəlif süni intellektlə bağlı bu alətlərin formalaşdırılması üçün Azərbaycanda görülən işlər və bununla bağlı xüsusi bir addımların atılması sürətli bir dövrdə keçidin baş tutacağından xəbər verir və bu elektron hökumətdən tutmuş ümumiyyətlə bütün sferalarımıza təsir eləyəcək və Azərbaycan Prezidentinin elə Qazaxstanda Türk Dövlətləri Təşkilatının iclasında söylədiyi rəqəmsal suverenlik anlayışının indi detalları da Bakıda çox böyük bir 4-cü Milli Kiber Təhlükəsizlik Forumu keçirildi və bu forumda da müzakirə olundu. Çox maraqlı fikirlər səsləndi. İstər dövlət qurumlarının nümayəndələri, istərsə də özəl qurumların nümayəndələri, təbii ki, burada siyasətçilər də, təhlükəsizlik ekspertləri də, rəqəmsal texnologiyalar üzrə mütəxəssislər də iştirak edirdi. Çox fərqli fikirlər səsləndi. Ona görə də biz həm də bunu müzakirə edirik. Kiber təhlükəsizlik sahəsində nələri bilməliyik, nələr indi olunur artıq və nələri yaxın müddətdə gözləyək. Mən qonaqları təqdim edeyim, müzakirə edəyək. Lamiyə Nəcəfova, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının kiber təhlükəsizlik eksperti, Babək Nəbiyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İnformasiya Texnologiyaları İnstitutunun İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru və Nəmənd Rüstəmov, Bakı Dövlət Universitetinin Multimedia Elektron Kommunikasiya Kafedrasının müəllimi, həm də bizim həmkarımız. Nəmənd müəllim, sizi də xoş gördük. Zoom bağlantısındadır Nəmənd müəllim bugün. İcazə verirsə Lamiyə xanımdan başlayaq. Lamiyə xanım, əslində tədbirin birbaşa sizin təşkilatın təşkilatçılığı ilə həm də keçirildi və dünən də, bugün daha böyük, tədbirin böyük əsas hissəsi idi. Nələr müzakirə olundu, prioritetlər nələr və hansı qənaətlər əldə olundu, qarşıda hansı planlar var? Təşəkkür edirəm Elçin müəllim, həm belə bir aktual mövzuya toxunduğunuz üçün, həm də dəvətiniz üçün. Qeyd etdiyiniz kimi bugün 4-cü Milli Kiber Təhlükəsizlik Forumu həyata keçirildi. Olduqca aktual, olduqca faydalı mövzulara toxunuldu və qeyd etmək istəyirəm ki, forumun əsas istiqaməti kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin qorunması, həmçinin ölkədə kiber dayanıqlılığın kiber maarifləndirilmənin artırılması istiqamətində idi. Sayca 4-cü keçirilən bu forumda həmçinin beynəlxalq və yerli şirkətlərin nümayəndələri, akta ekspertləri, dövlət rəsmiləri, universitet mütəxəssisləri, rektorları iştirak edirdi. Düşünürəm ki, bu tipli tədbirlərin və forumların həyata keçirilməsi ölkəmizdə həqiqətən kiber ekosistemin gücləndirilməsi adına olduqca faydalı bir addımdır. Bax, burada təbii ki, indi mən tədbirin özündə iştirak eləməsim də, amma mətbuata çıxan biz əsas çıxışçıları da gördük və burada belə anlaşılır ki, ümumiyyətlə rəqəmsal transformasiya sürətləndikcə kiber təhlükəsizlik riskləri artır. Bir statistika demək, bu il ərzində 2000 belə bir cəhdin qarşısı alınıbdır. Yəni, konkret kiber təhlükəsizlik həyata keçirən. Elə bax, biz də verilişimizə başlamamışdan öncə Daxili İşlər Nazirliyinin bir məlumatı yayıldı ki, bank adından müxtəlif kredit səhifələri yaradan artıq bir mütəşəkkil cinayətkarlıq deyək də, bunun adı başqa bir şey deyil. Və Dövlət Təhlükəsizlik Xidməti də belə bir məlumat, elə o sizin tədbirdə səsləndi ki, artıq orada kiber tədqiqat istiqaməti də müəyyənləşib. Ona görə bax, bu rəqəmsal transformasiyanın sürətlənməsində kiber təhlükələr nədir və bunun artmasının səbəbi təkcə puldurmu?
Çox maraqlı. Çünki ancaq qazanc məqsədi deyil də. Burada başqa indi Nəmənd müəllimlə həm də onun siyasi tərəfini müzakirə edirəm. Hər halda sizin versiyanız. Doğrudur. Burada sadəcə məsələ maliyyə, qazanc deyil. Bəzən qarşı tərəfə reputasiya itkisi, bundan bu nəticəni əldə etmək, strateji, siyasi və bir çox məsələlər var ki, kiber təhdidlər bununla bağlı həyata keçirilir. Əsas məsələ biz deyə bilərik ki, hal-hazırda rəqəmsal transformasiyalar nə qədər sürətlənsə də, bir o qədər də çox kiber təhdidlər meydana çıxır. Bunlardan bir neçəsini mən xüsusilə vurğulamaq istəyirəm. Hansı ki, sistemlərin sayı artır, amma onların təhlükəsizlik idarə etməsi eyni sürətlə həyata keçirilmir. Bu vacib məqamdır. Hər gün yeni sistemlər çıxır, məsələn, süni intellekt sistemləri olsun və yaxud da yeni proqram təminatları olsun, amma eyni sürətlə onların kiber təhlükəsizliyinin təmin olunması məsələsi təəssüf ki, həyata keçirilə bilmir. İkinci vacib məqam mürəkkəblikdir. Get-gedə təşkilatların infrastrukturu mürəkkəbləşir. Misal üçün, artıq təşkilatlarda, dövlət orqanlarında sadəcə bir sistem deyil, bu sistemlərlə bərabər bulud xidmətləri, mobil tətbiqlər, inteqrasiya olunmuş müxtəlif sistemlər mövcud olduğu üçün bu mürəkkəbliyin formalaşması öz-özündə yeni zəif nöqtələrin, yəni kiber təhdidlər üçün potensial nöqtələrin, boşluqların artmasına səbəb olur. Üçüncü fakt insan faktorudur. Nə qədər texnologiya inkişaf etsə də, ən zəif halqa biz hər zaman qeyd edirik ki, insandır. Çünki insan emosionaldır. Nə qədər hazırlıqlı olduğumuzu düşünsək də, yeni texnologiyalar qarşısında... Kontekstdə hazırlıqlı deyilik. Etiraf edirik, haqlısınız. Bəli, yeni texnologiyalar qarşısında insan acizdir. Bəzən kiçik bir yanlışlıq, səhlənkarlıq, deyək ki, yanlış klik, zəif şifrələrdən istifadə olunması, linklərə kliklənməsi və yaxud da az öncə qeyd etdiniz, bank əməkdaşı olaraq özünü təqdim edən şəxslərin, əməkdaşların... Lamia xanım, bax o məqam ki dediniz, şifrələmə və s. Bu əslində ayrıca bir mədəniyyətdir, sözün əsl mənasında. Biz bəzən həqiqətən də yadımızdan çıxar birdən, halbuki bunun da əslində mexanizmləri var və məncə bu sahədə də bir müəyyən öyrətməyə ehtiyac. Sadə biz üsullar seçirik. Misal üçün, ad soyadım və yaxud doğum tarixim. Bu da ən asan sındırıla bilən məncə də, indi siz daha bir yaxşı bilirsiniz. Xüsusilə də kritik informasiya infrastrukturu qurumları ki var, o qurumlarda kiber maarifləndirmə tədbirlərinin gücləndirilməsi istiqamətində işlər həyata keçirilir. Çünki bəzən bizim çox daha doğrusu sadə gördüyümüz bir məsələ əslində bəd niyyətli şəxs üçün yaxşı bir giriş nöqtəsidir. Deyək ki, zəif paroldan istifadə. Bəzən istifadəçi düşünür ki, mənim məlumatım kimə lazımdır və yaxud da mənim bank akkauntumda, bank hesabımda çox az məbləğ var. Bu bədniyyətli şəxsə niyə maraqlıdır? Amma həmin hesaba giriş daha bütöv sistemin ələ keçirilməsi üçün əlverişli bir nöqtə rolunu oynayır. O baxımdan hər kəs, sadə vətəndaş, işçi, əməkdaş, hər kəs diqqətli olur. Aristotel deyir, səhv bilmirəmsə, yoxsa Platonun sözü yadımdan çıxıbdır. Mənə dayaq nöqtəsi verin, mən bir linklə dünyanı yerindən tərpədim. Bax, bu həmən dayaq nöqtəsidir və bütün bizim şəxsi dünyamızı götürə bilər. Mən sizə əlbəttə bu mövzuda yenə suallar verəcəm, amma Babək müəllimə verəcəyim suallar da meydana çıxdı. Əslində, bizim hörmətli Lamia xanım həm də bunun nəzəri problemləri ilə məşğuldur, amma bu sizin institutun illərlə apardığı tədqiqatlar, xüsusən sizin şöbənizin, ən çox da mürəkkəb məsələlər sizdədir. Siz nəyi risklər sayırsınız və bu riskləri necə izah eləyək? Biz etiraf edək ki, ağıllı cihazdan istifadə edənlərin çoxsu özü ağıllı deyil. Yəni, bu reallığı biz görürük sosial mediada. Təşəkkür edirəm, çox sağ olun. Bu, ən aktual məsələlərdəndir təbii ki. Dediyiniz kimi, texnoloji məsələlər öz yerində. Vətəndaşların bizi nətərdir? Kiber təhlükəsizlik mühiti artıq elə bir, kiber təhlükəsizlik məsələsi elə bir məsələdir ki, ümumiyyətlə kiber mühitdə
tək texnoloji vasitələrin ələ keçirilməsi, bank hesablarının ələ keçirilməsi və yaxud da ki, hər hansı bir belə deyək, fərdi məlumatların ələ keçirilməsindən savayı ideoloji müharibə də orada baş verir və bu rəqəmsal müharibə baş verir. Ölkələr arasında olan narazılıqlar artıq kibermühitdə öz əksini tapır. Bundan əlavə olaraq mental dəyərlərə yəni təsir göstərir. İdeoloji məsələlər öz yerində. Yəni bunlar hamısı kompleks formada təbii ki, kibermühitdə baş verdiyinə görə və bunun ənənəvi üsullarla qarşısının alınması artıq o qədər də yəni mümkün deyil. Bunun üçün artıq texnoloji həllər olmalıdır. Bunun üçün biz bu günləri danışırıq ekosistemdən. Bunun üçün kiber təhlükəsizlik ekosisteminin mövcudluğu vacibdir. Çünki bu belə deyim, müəyyən bir ortaq siyasətlə, müəyyən bir ortaq strategiya ilə, müəyyən bir ortaq yanaşma ilə idarə olunmadığı təqdirdə bunun qarşısı alınması faktiki olaraq mümkünsüz olur. Yəni burada tək dövlət orqanları arasında olan informasiya mübadiləsi və informasiyanın qorunması ilə bağlı deyil. Bunda bildiyiniz kimi informasiyanın belə deyim, konfidensial informasiyanın ələ keçirilməsi birbaşa mənbədən olmaya da bilər. Yəni bir çox özəl təşkilatlar var və yaxud da bir çox hər hansı bir məlumat mənbələri var ki, orada xırda-xırda həmin konfidensial məlumatın müəyyən hissələri özündə daşıyır. Və bu məlumatlar bir yerdə toplandığı halda artıq o konfidensial məlumat ələ keçmiş olur. Yəni məlumatlar belə deyim, məlumatlar siz nə qədər mühafizə edirsiniz, eləyin, amma müəyyən üstü örtülmüş, yəni gizlədilmiş yox. Sadəcə üstü örtülmüş məlumatlar var, hansı ki, onları belə əldə eləmək, xırda-xırda onları toplayaraq və bütün mənzərəni əldə eləmək, puzzle kimi, yəni heç də mümkünsüz deyil. Ona görə burada yanaşmalar kompleks şəkildə aparılmalıdır. Burada yəni dövlət strukturları da, özəl sektorda, vətəndaş cəmiyyəti də və burada əsas məndən əvvəlki çıxışı qeyd elədi. Burada vətəndaşların da öz böyük rolu var. Nəyə görə? İnsident haqqında biz misal öz... Biz vətəndaşların mövqeyi haqqında mütləq danışacağıq. Biz də indi reklam zamanında icazə verin, reklama baxaq, ondan sonra davam elətdirək. Davam edəyim müzakirəmiz. Babək müəllim, bax bu insan amilini biz təbii ki, mütləq nəzərə almalıyıq. Siz dediniz, ictimai təşkilatların da iştirakı və adi vətəndaşların da iştirakı. Dövlət qurumlarının bu sahədə işi aydındır. Mənə elə gəlir ki, artıq özəl təşkilatlar da bu məsələdə səfərbər olublar. İctimai birlik kimi də xanım indi birini təbii ki, təmsil edir. Yenidir, amma artıq var. Digər qeyri-hökumət təşkilatları haqqında bilmirəm, o sözü demək olar yoxsa yox, çünki bu barədə məlumatsızam, amma vətəndaş necə iştirak edəcək mexanizmi var da. Bax, bu mexanizm varmı sizdə? Əslində bu mexanizm vətəndaş nöqteyi nəzərindən çox sadədir. Necə? Vətəndaş hər hansı bir təhdidlə üzləşdiyi an, birincisi Lamiyə xanım qeyd elədiyi kimi məlumatlandırma məsələsi var. Məlumatlandırılır müəyyən təhdidlər haqqında əvvəlcədən müxtəlif qurumlar tərəfindən. Birinci budur. İkinci faktor ondan ibarətdir ki, müxtəlif qurumlar var ki, onlar hansı ki insidentlərin qeydiyyatı ilə məşğuldur. Nə mənada? Hər hansı bir insident baş verdiyi halda vətəndaş həmən insident haqqında məlumat verməlidir. Baxın, biz insidentlərin analizi və yaxud insidentlərin monitorinq olunması prosesini mütəmadi olaraq dayanmadan aparılır. Amma təbii ki, vətəndaşın üzləşdiyi insident vətəndaş üzləşir. Bunun haqqında məlumatlandırma vətəndaş vaxtında insident haqqında məlumatlandırıb versə, yəni məsuliyyətli vətəndaş faktoru çıxır ortalığa ki, aidiyyatı quruma, misal üçün işlədiyi təşkilatın təhlükəsizlik xidmətinə və yaxud da ki, dövlətin özünün müəyyən qurumları var. Burada CERT-AZ qurumu var, CERT-QOVAZ var, dövlət nöqteyi nəzərində bu insidentlərlə məşğul olan. Bizdə elmi təşkilatlarla bağlı olaraq, misal üçün AzScience CERT var. Yəni, bunlar vaxtında məlumatlandırıldığı halda, təbii ki, qarşı məsələlərin operativ təmin olunması, qarşılayıcı tədbirlərin operativ təmin olunması daha asan olur. Düz istəyirəm. Bax, belə bir nömrə varmı, qısa nömrə ki, misal üçün, necə ki, polisə zəng edirik, yanğını söndürənə zəng edirik, kiber təhlükəsizliklə üzləşəcəyimiz halda belə bir qısa nömrə mövcuddurmu? Yəni... Əslində, yenə deyəm, bu dövlət təşkilatlarının nəzdində bu proses məlumdur, işlənmiş. Amma bir vahid, misal üçün, Amerikada necədir? Tutaq ki, 9 bir-birə zəng edirsən, ora artıq özü bilir ki, təcili yardım mı göndərməlidir, fövqəladə hallar mı gəlməlidir? Bax, biz necə düşünürsünüz? Buna ehtiyac varmı? Yenə deyirəm, dövlət qurumları nəzdində bu artıq işlənir və bu proses artıq öz işini görür normal qaydada.
Bəli, vətəndaşlar nöqteyi nəzərindən isə Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi nəzdində CERT az deyilən bir qurum var. Yəni veb səhifələri də var, daxil olmaq da olar. İnstitut haqqında məlumatlandırma istədiyiniz vaxt edə bilərsiniz. Və Cənab Prezidentin sonuncu sərəncamı əsasında da həmən qurum artıq kiber təhlükəsizlik agentliyinə olaraq qeydiyyata alındı və bu yaxın zamanda fəaliyyəti başlayan zaman onlar da təbii ki, o işi davam etdirəcəklər. Çünki bu da çox önəmlidir. Hər an, hər dəqiqə bax bu insanlara bu yardım göstərilməsi baxımından. Əlbəttə, indi sözsüz ki, Azərbaycan Prezidenti həm də bütün resursların, yəni ümumiyyətlə Azərbaycanda internet hökumət aydındır ki, biz buna keçid eləmişik. Artıq vahid bir MyGov-da hamısının birləşməsi. Bax bu bizə nə verəcək? Yeni bir təhlükələr yarada bilərmi? Yəni zahirən mənə elə gəldi ki, birdən-birə bütün məlumatlar bir yerdə olacaq. O daha asandır onu sındırıb götürmək. Yoxsa bu belə deyil. Müdafiəsi əksinə daha asan olacaq. Necə düşünürsünüz? Əslində dünya praktikasında belə bir təcrübədən keçən ölkələr var, inkişaf etmiş ölkələr var. Yəni burada misal üçün eyni zamanda dövlət strukturuna qoşulmuş məsəl üçün 30 min nöqtə olur və 30 min nöqtə 30 min risk mənbəyi deməkdir. Bəli. Amma onu minimallaşdırıb regionlar üzrə və yaxud da ki, hər hansı bir bu belə deyim iqtisadi rayonlar üzrə minimallaşdırıb sayını misal üçün 30 mindən salırlar 3 minə və artıq burada normal monitorinq prosesi, operativ reaksiya və təhlükəsizlik təmin olunması məsələləri yetəri qədər asanlaşır və unifikasiya olunduğu halda siz düz deyirsiniz, orada müəyyən risklər var. Müəyyən risklər var. Amma hamısı bir yerdə olmağı o risklərin qarşısının alınması prosedurunu asanlaşdırır. Aha. Yəni bu hər hansı bir insident, biz nətərdir? Orada splitdir. Yəni tam deyil. Yəni hərəsinin öz mühiti var və bir mühit zərərləndiyi halda digər mühitə keçid olmur. Yəni bu hamısı açılmır bərabər. Bəli, Aha, başa düşdüm. Bir nöqtədən idarə olunmasına baxmayaraq, məlumat bir nöqtədən, amma onlar replikasiya olunması var, ehtiyat nüsxələrinin çıxarılması var. Yəni ümumiyyətlə kiber təhlükəsizlik sahəsində müdafiə mexanizmləri heç də həmişə birbaşa hansısa bir təhdidin qarşısını alması deyil. Yəni artıq əvvəlcədən müəyyən ehtiyat nüsxələrinin çıxarılması, müəyyən ehtiyat tədbirlərinin görülməsi davamlı. Çünki kiber təhlükəsizlikdə heç kim deyə bilməz ki, bir kiber təhlükəsizlik riskinə düşə bilmərik. Hətta qapalı məlumatlar belə kiber təhlükəsizlik riskinə düşə bilər. Burada əsas məsələ dayanıqlıqdır. Yəni nə qədər sistem dayanıqlı olacaqsa, o qədər də təhdid aşağı olacaq. Amma ən problemli məsələlərdən biri ən zəif nöqtə qədər güclüyük. Yəni ən zəif nöqtə nə qədər zəifdirsə, biz o qədər güclüyük. Yəni onun idarə olunması da bir çox problemlər var. Bayaq Lamiyə xanım dedi, kadr potensialı məsələsi problemdir. Çox böyük. Sonra əməliyyat sistemləri ilə bağlı, tətbiqlərlə bağlı və bundan əlavə olaraq da bir də var təchizat zənciri ilə bağlı olan problemlər. Yəni misal üçün biz tətbiqləri hardan alırıq, kimdən alırıq? Avadanlıqları kimdən alırıq, hardan alırıq? Misal üçün bəzi ölkələrin praktikasında belə bir anlayış var ki, bu Avstraliyada baş vermişdi. Müəyyən bir dövlət belə deyim layihəsində müəyyən şirkətlərin girişini hətta udsalar belə, onların müəyyən məsələlərlə əlaqədar təhlükəsizlik, təbii ki, birincisi milli təhlükəsizlik məsələsinə əlaqədar onları tenderdən kənarlaşdırılmışdı, layihələrdən kənarlaşdırılmışdı və etibarlı şeylər, cihazlar ola bilərdi. Daha kobud deyirəm. Əks cəbhədə olan bir ölkənin şirkəti ola bilər bu. Yəni qiyməti daha ucuz verib sistemə daxil olub sizi içəridən təhdid altına ala bilər bu. Yəni bu Avropada da bu praktika daha çox son zamanlarda geniş istifadə. Onların özlərinin daxildə öz Avropa şirkətləri var, hansı ki, məsələn, şəbəkə avadanlıqları istehsal eləyir və onlar artıq o şirkətlərdən almağa çalışırlar. Babək müəllim, çox maraqlı bir məsələyə toxundunuz və dərhal da mənim yadıma son hadisə düşdü. Nəmənd müəllim, elə icazə verirsə o hadisədən başlayaq. Biz hamımız gördük ki, Amerika nümayəndə heyəti cənab Trump ki, geri qayıdırdı. Çində nə hədiyyə vermişdilərsə, hamısını atdılar orada. Heç nə götürmədilər özünə. Əslində, indi Babək müəllimin dediyi məsələnin başqa formasında həqiqətən də hər şeyin içində nəsə yerləşdirmək olar. Bu yaxınlarda bir yerdə oxudum ki, hətta evdəki o toz soran robotların belə içində müəyyən informasiya toplanır. Yəni, indi bizdən toplasın, məndə bir şey yoxdur. Nəmənd müəllimdə də heç nə yoxdur. Amma elə adamlar var ki, onların evində deyilən bir söz də, bir müəyyən bir informasiya da yük daşıyır. Amma bütün bunlar təkcə məişət səviyyəsində, pul uğurlanması məsələsində deyil. Babək müəllim dedi, milli təhlükəsizlik. Seçkilərdə, elə Ermənistanı indi bax, gedir bu proses. Bundan öncə ta ki, Moldovada, digər yerlərdə də biz kiber təhlükəsizlik məsələsində nə qədər vəsait ayrıldığını gördük. Yəni, bu qədərmi bu proseslərə də təsir edə bilər və yaxud da edir? Buyurun. Axşamınız xeyir, bir daha hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun.
Demək ki, Elçin müəllim həmişə kimi çox haqlı bir məsələyə toxunmuşdur. Və bəri başdan demək istəyirəm ki, təbii ki, burada məsələ belədir ki, mənim texniki biliklərim böyük ehtimal ki, Lamiyə xanım və Babək müəllimdəki qədər deyil. Amma çox istərdim ki, bu rəqəmsallaşmanın, süni intellektdən istifadənin nəzəri konseptual məqamlarına toxunaq, eyni zamanda praktik məqamlarına toxunaq. Buyurun. Söhbət nədən gedir? Elə yaxşı bir səmt verdiniz. İyun ayının 7-sində bizim qonşu mehriban düşmənlərimiz Ermənistanda seçki keçiriləcək və Ermənistan əslində həmişəki kimi özüm belə maraqlı, amma riskli bir addımı atıbdır. Yəni, Paşinyan əvvəl gəldi, bizə ilişdi, deyirdi, Qarabağ bizimdir, nöqtə nə bilim nə, axırın nəticəni şükürlər gördük, bizim xeyrimizə bitdi. İndi də Rusiyanın prezidenti Putinlə toqquşur və hətta yadınıza gəlirsə, elə Paşinyan orada Moskvadakı olaraq son görüşündə maraqlı bir cümlə işlətdi ki, bizdə nəsə olmaya bilər, amma bizdə internet azaddır. Yəni, bununla, belə deyək də, Putinə bir nəsə də cavab verdi, yəni nəsə elədi. Elə başa düşürəm ki, bunu Rusiya Paşinyana bağışlamaq fikrində deyil və həm də eyni zamanda Ermənistan aşkar formada cəhd edir ki, Rusiyanın məngənəsindən çıxsın, yəni qütb dəyişdirir, səmt dəyişdirir, hətta Putin bunu nigahla filanla müqayisələdir. Yəni, bu proseslər gedir və nə müşahidə olunur? Hələ seçkilərə bir ay qalmışdan Avropalı mütəxəssislər, eyni zamanda erməni mütəxəssislər aşkar formada etiraf edirdilər ki, Rusiya segmentindən, internet məkanından idarə olunan, dünyanın müxtəlif məkanlarında yerləşmiş haker qrupları müxtəlif üsullardan istifadə edərək Ermənistandakı seçkilərin səmtini dəyişməyə çalışırlar. Bu addımlara nələr daxildir? Total dezinformasiya cəhdləri var. Oradan başladılar ki, Paşinyan istəyir ki, Rusiya ilə yeni cəhd açsın, Rusiya ilə Ermənistan toqquşsun və s. və ilə axır. Bundan əlavə, eyni zamanda Rus hakerləri yadınıza gəlirsə, Macaristandakı, Rumuniyadakı, Litvadakı seçkilərdə də seçkilərin aqibətini dəyişməyə cəhd eləmişdi və bununla bağlı müəyyən araşdırmalar, jurnalist tədqiqatlar ortaya çıxmışdı və izlər aparıb ora çıxardırdı ki, bu seçkilərin nəticələrini total saxtalaşdırma, eyni zamanda ictimai fikri dəyişmə cəhdləri arasında xüsusi haker qruplarının müstəsna xidmətləri var idi. İstəyirdilər ki, bu üsullarla seçicilərin rəyini dəyişsinlər və nəticədə hətta yadınıza gəlirsə 2018-ci ildə Trump Bidenə uduzanda da eyni ittiham səslənmişdi ki, hətta Trump onu indiyə qədər də deyir ki, yəni seçkilərin nəticəsinin dəyişdirilməsində haker qruplarının və burada qarşılıqlı ittihamlar var əslində. Biden də Trump'ı ittiham edirdi ki, Rusiyalı haker komandası Trump'a qələbə qazanmaqda kömək eləmək istəyirdi. Belə bir qarşılıqlı ittihamlar yadınıza gəlsə var idi. Yəni, bunlar əslində uzun zamandır ki, seçki texnologiyalarında aktiv formada istifadə olunur. Həmən bu və indi də Ermənistanla da bağlı məşhur bir Ofis serial var. Bilməm məlumatsız da yoxsa yox. Həmən Ofis serialının əsas personajları, aktyorların demək araşdırıblar, Avropalı və Amerikalı mütəxəssislər. Yeri gəlmişəm, onu da deyim ki, seçki öncəsində Rusiya tərəfindən təzyiqin olunacağı bilinəndə xatırlatmaq istəyirəm ki, belə bir fikir səsləndi ki, onsuz bilinirdi ki, Ermənistan ərazisində böyük bir, Amerika səfərində böyük bir kontingent çalışır, Avropa İttifaqından mütəxəssislər gəlibdir və indi də dedilər ki, seçki ərəfəsində Paşinyan və onun komandasına dəstək üçün Avropadan IT mütəxəssislər dəstəsi gəlir və istəyirlər ki, seçkilərdə Paşinyana qarşı aparılan bu kiber hücumların qarşısı alınsın. Bu variantların olması təbii ki, istisna olunmur və başa düşüləndir. İndi Ruslar hansı üsullara əl atırlar? Demək,
araşdırma aparılıb ki, dediyimiz o serialın qəhrəmanlarının Paşinyana qarşı o qısa çarxlar hazırlanıbdır. Biri deyir ki, Paşinyan Rusiyanın Ermənistan arasında müharibə eləmək istəyir. Biri deyir ki, Paşinyan Sünniki, yəni bizim söhbət Zəngəzurdan gedir, Zəngəzuru Azərbaycana verməsi. Yəni ermənilərin bu müharibədən məğlub çıxmış ermənilərin ən yaralı yerlərinə toxunmaqla, o yaranın qaysağını qopartmaqla, yəni təbii ki, böyük bir müddət keçməyibdir bizim Qarabağ zəfərimizdən, 44 günlük savaşdan və antiterror əməliyyatından ermənilərin yarası hələ qaysaqlamayıbdır, tam sağalmayıbdır. Və ermənilər o sevki texnologiyalarında da bilirlər ki, ictimai şuura hardan təsirlənmək lazımdır. Həmən bu serialın personajları götürüblər, Matyoşka deyirlər, yəqindir mütəxəssislər Matyoşka komandası var. Həmən komandanın üzvləri populyar adamların səsini götürürlər və araşdırılır ki, bu xüsusi bir kompüter proqramıdır. Adamın hər hansı bir başqa bir istənilən mövzuda mətnini götürdürürlər. O səsi süni belə deyək də, həmən o proqramı atırlar, süni intellekt proqramı atırlar və onun əsasında sizin yazdığınız, istədiyiniz mətni daxil edəndə həmən adamın intonasiyası, mimikası, onun belə deyək də, obrazına xas formada lazımı informasiyanı həmən o botların, süni intellektdə generasiya olunmuş videoların vasitəsilə hazırlamaq olur və təbii ki, belə deyək də, bu ali təhsilli, oxumuş adamlara bu az təsir edilə bilər. Amma bu texnologiyalardan xəbərsiz adamlara hələ sessiyada bir neçə gün qalıbdır. Adətən ən güclü zərbələr ən axırıcı məqamlarda vurulur. Hələ nəsə sürprizlərin olacağı da istisna olunmur. Və ona görə mən hesab edirəm ki, yəni seçkilərdə, ümumiyyətlə siyasətdə bu rəqəmsal inkişafın, intibahın elementlərindən istifadə hər dəfə yaxşı mənada, xoş niyyətlə istifadə olunmur. Biz danışdıq elə bir neçə gün qabaq mən öz sosial şəbəkə, deyəsən Facebookda gördüm. Demək bir qısa müddətli bir səhifə yaratmışdılar və orada təxminən məzmun buydu ki, əgər dövlət yol polisi cərimələrini, mən onu skrin edib saxlamışam, dövlət DF cərimələrini bizim saytımızdan ödəniş eləsəniz, 30%-ə qədər güzəşt alacaqsınız, filan eləyəcəksiniz. Yaxud da yadda tez-tez hamımızın qarşısına çıxır. Bizim məşhur adamların, hətta unutmamsızsa, ölkə başçısı cənab prezident İlham Əliyev də səsi ilə rus dilində bir mətn eləmişdilər. Güya SOCAR-ın xüsusi səhmləri dövləyə buraxılıbdır, onu satsan müəyyən gəlirlər, qazanclar əldə edə bilərsən. Yəni, bu süni intellekt və ümumiyyətlə bu rəqəmsallaşmanın faydalarından peşəkarcasına istifadə edənlər hər dəfə bunu xoş niyyətlə istifadə eləmirlər. Yəni, burada həm dövlətlərə, həm konkret şəxslərə, yəni biz zaman-zaman müzakirə edirik, fake newslardan söhbət gedir, total o kiber hücumlardan söhbət gedir, müxtəlif, biz danışdıq, müxtəlif üsullarla kompüterlərə virusun yoluxdurulub, oradan şəxsi məlumatların uğurlanması, əldə olunması, hətta keçən dəfə yadınıza gəlirsə, hansısa bir dünya şöhrətli bir saytda məlum olmuşdu ki, neçə milyon insanın şəxsi məlumatları açıqdadır və daha dolğun məlumat əldə eləmək üçün 18-20 dollar civarında pul ödəyirsən və həmən şəxsi məlumatları əldə eləmək olur. Amma bu şəxsi məlumatlardan istifadə zamanı təbii ki, burada ciddi maliyyə uğurluqları, kiber hücumlar, haker hücumları və s. olacağı da istisna olunmur. Yəni, bu dediyimiz bu süni intellekt proqramları var ki, hər kəs, yəni belə deyək də biz 21-ci əsrdə yaşayırıq, hər kəs bu alətlərdən istifadə eləmək, illa da bu sektorda çalışan adamlar istifadə eləməyə məhkumdurlar. Yəni siz geri qayıdıb 16-17-ci əsrə gedib yaşaya bilməzsiniz ki, bu zamanın tələbidir. Siz əgər istəyirsinizsə ki, inkişaf edəsiniz və çevrəniz inkişaf eləsin, ölkəniz, ətrafınız inkişaf eləsin, bu alətlərdən istifadəyə məhkumsunuz. Amma bax danışılır, ki, bundan qeyri-peşkar formada istifadə, bundan səriştəsiz istifadə bəzən təkcə şirkətlərin yox, hətta
nazirliklərin və bəzən də dövlət qurumlarının fəaliyyəti təhlükə və risklərə ata bilir. Elə Məmməd buna görə də müəllim, hesab burada indi bax elə ölçü vahidi budur da, səriştə biz nəyə deyirik? Səriştə anlayışı. Gəlin nəzərə alaq ki, informasiya texnologiyaları elə sürətlə inkişaf edir ki, burada səriştə bir nöqtədə qala bilməz. Bu adam özü də yenilənməlidir hər dəfə. Demək, bu hər birimiz bunun öhdəsindən gələ bilməyəcək. Burada artıq mütəxəssis kadrlar olmalıdır. Mənim fikrimdir. İndi ola bilər bizim peşəkarlar başqa cür Çox doğru düşünsün. fikirləşirsiniz. İngilislərin yaxşı bir sözü var, termini var, self-made. Yəni, hər kəs özünün memarıdır. Siz özünüzü yapılandırmasanız, səki düzən verməsəniz, zamanla yaxlaşmasanız, elə burada bilirsiniz də məşhur bir misal var. Bu bit qələmləri və yaxud da Nokia telefonunun tarixi. Əgər işləyirsə dəyişməyə ehtiyac yoxdur. Bu yanlış yanaşmadır. Siz 21-ci əsrdə yaşayırsınızsa, 16-cı əsr təfəkkürlə yanaşırsınızsa proseslərə, sizin uğur qazanmaq şansınız zəifdir və daha sarsılmaq ehtimalınız çox. Mən bilirsiniz nə ilə müqayisə edirəm həm də bunu. Məmməd müəllim, baxın, tutaq ki, biz bir təsəvvür eləyək də bir anlıq. Var elə adamlar əslində, harası ağrıyırsa başlayır özünün müalicə prinsipinə və sonra nəticə daha da pis olur. Sabah gedir həkimə, məlum olur ki, artıq iş işdən keçir. Elçin müəllim, ən maraqlı hissəsi də odur ki, daha o məsələdən tam bilməyən adamlar son zamanlar, bax, bu da bir aktual məsələdir, yəqin mütəxəssislər nəzərə alırlar. Yəni, həkimlərin hamısı deyir ki, demək, adamlar hamısı ChatGPT-dən, Gemini-dən istifadə edib özlərinə resept falan yazdırırlar. Bəs indi onu deyirəm. Təsəvvür eləyin. Hələ o yaxşı halıdır. Yenə heç olmasa bir ağıllı nədənsə soruşur. Qanun tərkibi bilinmədən, qonşu filan kəs belə dedi deyə müalicə edib nəticədə bu alınırsa, indi mən də bilirəm deyim və girim işi də daha da mürəkkəbləşdirə bilərəm. Yəni bu məsələ var. Demək, adam gedir real həkimdə, hətta bəzi belə bir məqam da olur ki, bir tanışım mənə dedi ki, getdim həkimlə, nə bilim, nə qədər pul, vallahi olan söhbətdir. Getdim həkimə nə qədər pul verdim, həkim mənə yazdığı resepti ChatGPT mənə 15 gün qabaq vermişdi. İndi bilmədik, başa düşmədik ki, ChatGPT-mi oradan burada başqa bir şey var, Məmməd müəllim. ChatGPT də, o həkim də protokollardan götürür. Bu da Ümumdünya Səhiyyə Təşkilatının vahid protokol sistemidir. Bu aydındır. Amma orada həssas nüanslar var. Təbii ki, həkim ona görədir. İndi bəlkə bu bir dəfə bəxti gətirib, bunun həssas nüansları üst-üstə düşüb, amma düşməyə də bilər. Mən bir məsələni bizim hörmətli Lamiyə xanımdan soruşmaq istəyirəm. Azərbaycan kibertəhlükəsizlik ekosistemində, bax, biz bayaqdan danışdıq, Ermənistan və s. Avropa ölkələri. Ən zəif tərəflərimiz nədir? Güclü tərəflərimiz nədir? Bax, biz indi, yenə deyirəm, ölkə başçısı da bunu dedi ki, rəqəmsal suverenlik burada artıq kifayət qədər zəif yerlər olmamalıdır və güclü tərəflərini düşünməliyik. Bax, bizim zəif yerimiz və güclü tərəflərimiz. Çox şaxəli bir sualdır. Hər halda hal-hazırda ölkəmizdə kibertəhlükəsizlik ekosistemi güclənməkdədir. Lakin bununla paralel olaraq rəqəmsal transformasiyalar inkişaf etdiyi üçün yeni kiber təhdidlərlə də üzbəüz olduğumuzu nəzərə alaraq hələ də zəif nöqtələr var, hələ də o nöqtələr üzərində işlər gedir. Birinci güclü tərəflərdən başlamaq istəyirəm ki, bir neçə gün qabaq elə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması barədə sərəncamın verilməsi, bundan əlavə 2024-cü ilin dekabr ayında BMT konvensiyasının təsdiqi və daha əvvəlki illərdə Azərbaycanda kritik informasiya infrastruktur obyektlərinin kibertəhlükəsizliyi istiqamətində verilən sərəncamlar və s. atılan addımlar, yəni ölkə rəhbərliyi tərəfindən irəli sürülən təkliflər onu göstərir ki, həqiqətən ölkəmiz kibertəhlükəsizlik istiqamətində güclənməkdədir. Bu rəsmi statistikalarda da öz əksini tapdı. Bildiyiniz kimi Azərbaycan ümumi kibertəhlükəsizlik reytinqində bir neçə pillə irəlilədi və bir çox inkişaf etmiş ölkələrin rəqəmdən söylədi ki, biz hansı ölkələrdən öz öndəyik. Bizdən də iqtisadi cəhətdən güclü olan dövlətlər çox gözəl göstəricidir. Bəli, misal üçün Amerika bizdən bir pillə yuxarıdadır. Bu artıq özü göstərir ki, ölkəmizdə son illərdə bu istiqamətdə ciddi addımlar atılır və atılmaqdadır. Biz bu uğuru nə ilə əldə elədik?
necə oldu ki, biz bax bu qədər önə gedə bildik? Kadrlarımızın hesabına mı, yoxsa nə idi? Bax bunun sirri. Kompleks tədbirlərin nəticəsidir. Bugün elə burada iştirak etmiş qonaqları, yəni özüm də daxil olmaqla nəzər yetirsək, həm bir deyək ki, ictimai birlik tərəfdən atılan addımlar, həm elmi tədqiqat işləri tərəfdən atılan addımlar, eyni ilə də televiziya, sosial mediada insanların kibermaarifləndirilməsi istiqamətində atılan addımlar, hamısı ümumi bir məsələyə fokuslanır və bunun nəticəsidir ki, yəni güc birlikdədir. Biz deyərdim ki, birlikdə bu uğura nail olmuşuq və sadəcə bir məsələ ilə əlaqələndirmək doğru olmaz. Bundan sonraki istiqamətdə isə daha çox şaxəli, ətraflı məsələyə baxılmalıdır ki, kiber dayanıqlılıq, yəni bu məsələnin davamlı olması öz əksini tapsın. Lamiyə xanım, əslində sizin təşkilatın da orada tədbirdə bir neçə nümayəndəsinin mən çıxışların olacağını, yəni xəbərlərdə oxudum. Sözün doğrusu hələ o barədə məlumatım azdır ki, hansı mövzulara toxunublar. Amma bütün hallarda orada olan çıxışlar öz-özlüyündə çox yaxşıdır, amma siz çox doğru qeyd etdiniz ki, bunun bir kütləvi oxucuya, kütləvi tamaşaçıya çatdırılmasına çox böyük ehtiyac var. Güclü tərəflərini dediniz, amma zəif tərəflərini demədiniz. Bilərəkdən demədiniz, yoxsa bunu bir sir kimi saxlayırsınız? Əslində, bəzi məqamlar müəyyən qədər ictimaiyyətlə tam şəkildə, açıq şəkildə paylaşılması, siz demiş, yəni sir olaraq saxlanılması. Amma zəif yerlərimiz var. Belə deyək də, taktika sayıla bilər. Təbii ki, zəif nöqtələr var. Məsələn, onlardan hansını deyə bilərik? Mən ən çox düşünürəm ki, hal-hazırda bizi izləyənlər üçün ən maraqlısı kibermaarifləndirmənin hələ də tam dolğun şəkildə olmaması, vətəndaşların kiber risklərə hələ də ayıq-sayıq olmaması ən zəif nöqtələrdən biridir. Bunun üçün biz kiber təhlükəsizliyi artıq gündəlik kibergigiyena şəklinə gətirməliyik. Yəni, xüsusi kibergigiyenaya həsr olunmuş proqramlar, efirlər, hansı ki aparılır, yəni aparılmaqdadır bu istiqamətdə. Bax, o kibergigiyenanı pozana qarşı bir dənə də kiber polisə ehtiyac olmayacaq ki, nəzarət eləsin. Təbii ki, var, yəni var. Bunu qeyd eləmək istəyərdim qısaca ki, əlbəttə var. Sadəcə biz nə qədər hazırlıqlı olsaq da, yenə də belə deyim də, kiber təhdidlər günü-gündən artmaqdadır. Bununla bərabər yeni formalaşan kiber hücumlara qarşı daha ayıq-sayıq olmaq lazımdır. Çünki texnologiya sürətlə dəyişir. Gərək biz də onunla ayaqlaşa bilək. Haqlısınız. Mən Babək müəllimdən həm bu məqamı soruşacağım. Zəif yerləri Lamiyə xanım çox ustalıqla ikinci dəfədə üzərindən keçdi. Bu da ola bilər, bu da peşəkar yanaşma ola bilər. Əlbəttə, elə şeylər var ki, bu kütləvi deyilə bilməz və yox da. Amma indi Nəmənd müəllimin dediyi məqamlar da əslində çox ciddi məqamlardır. Bir də ki, burada siz də dediniz, biz ötən dəfə hörmətli bizim alimimiz, dünya şöhrətli alimimiz Rasim müəllimlə burada söhbət edəndə, o da təxminən bir 18 yeni peşə adı çəkdi ki, bunlar ən azından bizə bu dəqiqə lazımdır artıq. Hələ sabahı demirəm. Varmı bizim o kadr potensialımız? Necə eləyəcək bu kadr potensialını? Elmi nailiyyətlər necədir? Hansı səviyyədədir? Biz bilirik ki, elmə gələnlərin sayı azalıbdır. Burada maddi məsələlər var. Ümumiyyətlə, indiki dəyişən dinamikada heç kim o qədər oxumaq istəmir. Hamı hər şeyi qısa müddətdə eləmək istəyir. Bu da təsir edib, elmə gələnlərin də sayı azalıb, amma bizə mütəxəssis lazımdır. Bir bu məsələ və bir də ki, əlbəttə ki, yəni bu kadr hazırlığı ilə bərabər mənim üçün də bu çox vacib hesab edirəm. Biz bax bu nailiyyətləri əldə eləmişik, çox yaxşı. Əldə saxlamaq üçün nələr etməliyik ki, bu belə də qalsın. Buyurun. Təşəkkür edirəm, sağ olsun. Bu çox şaxəli, Lamiyə xanım demişəm, çox şaxəli məsələdir. Deməli, burada kiber təhlükəsizlikdə yetər qədər yaxşı nəticələr var. Azərbaycan son 3 ildə 50 pozisiya irəliləməsi var. Lamiyə xanım da qeyd elədi. ABŞ deməli 30-cu yerdədir, biz 31-ci yerdəyik. Bizdən sonra məsəl üçün Niderland var, bizdən sonra Cənubi Koreya var. Yəni bu yetəri qədər belə deyək də bu sahədə güclü ölkələrdir də belə, yəni maddi cəhətdən də büdcəsi də bəli. Bəli. Təbii ki,
burada bayaqlarımda söhbət oldu, bu kompleks məsələdir, kompleks yanaşma tələb eləyir. Burada vətəndaş, bayaq dediyimiz kimi, vətəndaş cəmiyyətidir, dövlətdir, özəl sektordur, hamısı burada təbii ki, kompleks formada yanaşma öz yerini tapmalıdır. Amma burada bayaqlarım siz qeyd ediniz problem nöqteyi nəzərindən də bir problem birini cənab prezident qeyd elədi. Elə bu kiber təhlükəsizlik agentliyinin yaradılması məsələsi, o məsələlərin birinin həll olunması ilə bağlıdır. Və bir çıxışlarında, cənab prezident çıxışlarının birində qeyd elədi ki, bu paylanmışdır. Yəni dövlət strukturlarında müəyyən xidmətlər paylanmışdır. Və bunların bir mənbədən toplanması bu məsələnin həlli yollarından biridir. Yəni bu problem idi, bu həlli yol. Yəni bu istiqamətdə ardıcıl fəaliyyət tələb olunur. Təbii ki, Azərbaycan Respublikasının müxtəlif konvensiyalara qoşulur kiber təhlükəsizliklə əlaqəli və bununla bağlı strategiyalar, misal üçün informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik strategiyası təsdiq olunub və bu belə deyim, konkret olaraq bu baxsaz əgər Milli Kiber Təhlükəsizlik indeksinə, hansı ki Azərbaycan orada irəliyə gedib və 31-ci pozisiyanı tutub, orada konkret olaraq bəndlər var. Hansılar ki Azərbaycan 100% öhdəlikləri yerinə yetirib, hansılarda isə daha aşağıdır. Ən aşağı hansıdır? Orada məsələ nədir? Əslində o aşağı deyil. Biz nədir? Bu ardıcıl bir prosesdir. Yəni kritik infrastrukturların qorunması üçün fövqəladə tədbirlər planı olmalıdır. Misal üçün. Yəni bu fövqəladə tədbirlər planı olmadığı halda bildiyiniz kimi blackoutlar olur və müxtəlif təhdidlər yaranır. Həm özəl sektora, yəni burada enerji sektoru var, maliyyə sektoru var, burada yəni müxtəlif dövlət xidmətləri var. Bunlar hamısı müəyyən təhdid altına düşə bilər. Və bu təhdid altına düşməkdə təsəvvür edin ki, hər hansı bir istiqamətdə iflic vəziyyətə gəlib çıxmasıdır. İnsanların maliyyə vəsaitələrinin itirilməsidir, sağlamlıqla bağlı ola bilər. Misal üçün elektrik enerjinin kəsilməsi müxtəlif xəstəxanalarda və yaxud da digər hətta idarə edilir. Bəli, və yaxud da adamın reseptini dəyişmək olar. Nə var ki orada? Məsələ ondadır ki, mən deyir ki, ağıllı süni ChatGPT üzərindən resept öyrənib. Orada girib sistemi dəyişsə nə olacaq? Dərmanların adını dəyişsə. Siz qeyd edildiniz, ağıllı robot. Yəni o lidarla hərəkət edir. Bəzilərində mikrofon var və s. O, misal üçün, siz deyirsiniz ki, mənim evimdə nə danışılır ki, misal üçün, elə deyil. Siz evdə danışılan məsələlər hamısı o müəyyən bir bədniyyəti tərəfindən qeydiyyata alınıb və sonra sizə qarşı istifadə oluna bilər. Bu şantaj ola bilər, bu müəyyən misal üçün... Babək müəllim, mən istərdim qoşulam, yəni yaxın keçmişdə dünya şöhrətli şirkətlər, LG və Samsung o məhkəmə proseslərindən üzləşdi. Məlum oldu və etiraf edildilər, bu oyunlarını aldılar ki, onların firmalarının istehsal elədiyi ağıllı smart televizorlar belə hətta evdə şəxsi informasiyalar toplamaq və istəyəndə onun üzərindəki mikrofon və kameralar vasitəsilə evə nəzarət etmək funksiyasına malik imiş. Yəni bu cihazların vasitəsilə bu sistemə girmək, çıxış imkanlarını istənilən bir xaçı, istədiyi vaxt girib, yəni indi hamımızın qonaq otağında, mətbəxində, söhbətlərin əsas hissəsi mətbəxdə olur. Ən maraqlı söhbətlər mətbəxdə olur. Mətbəxdə ağıllı bir smart televizor qoyumsan, o istəyən adam lazım olanda o kameraları aktivləşdirib, necə məlum oldu ki, bu İran ali dini rəhbəri necə vurdular? Şəhər təhlükəsizlik kameralarının sisteminə girib, onun şəxsi, hətta onun cangüdənlərinin sevgililərinin, ailə üzvlərinin və s. ünvanlarını tapmışdılar. Və onun əsasında da İranın ali dini rəhbəri Əli Xameyni vuruldu. Yəni istisna deyil ki, bizim bax bu, yəni bununla da bağlı axtarsanız hamı tapa bilər. Yəni həmən bu smart cihazlar, televizorlar, bax, yəni ad dedim mən. Nəmənd müəllim, siz danışa mən saydım. Bizim studiyada təxminən bir 57 dənə belə smart cihaz var və siz dediyiniz təxribatı eləsələr işimiz çox pis olacaqdır. Yəni bununla bağlı hər iki şirkət etiraf elədi. Yo, aydındır, bilirəm, bəli, mən də bunu məlumatlarda oxumuşdum. Amma icazə versin, mən də deyim, buyurun. Bağlı. Burada bax, siz dediyiniz məsələlər, təbii ki, bundan başqa məsələlərdə, misal, cihazların partladılması və s. misalları gətirmək olar. Burada əsas... O məşhur pager əməliyyatı. Bəli, pagerlər, notebooklar, telefonlar və s. Yəni, bunlar hamısı artıq günümüzün reallığıdır və bununla mübarizə üçün təbii ki, tədbirlər görülür. Amma məsələ ondan ibarətdir ki, milli təhlükəsizlik anlayışı əvvəl, misal üçün, 4 mühitdə təmin olunurdusa, misal üçün, kosmos idi, hava idi, torpaq və su sərhədlərinin qorunması və s. İndi isə artıq 5-ci var. Bu da kiber mühitdir. Bəli.
Kiber mühitdə perimetrlərin qorunması, bu tək yenə dediyim kimi texnoloji məsələlər, yəni kiber təhdidlər tək konkret olaraq hansı avadanlıq və yaxud da maliyyə vasitəsinin ələ keçirilməsi, fərdi məlumatların ələ keçirilməsi deyil, ideoloji müharibədə də artıq istifadə olunur. Və ona görə də düzgün perimetrin qurulması və bayaqlarında qeyd olundu, kiber suverenlik nöqteyi nəzərindən çox vacibdir. Yəni bizim əsas bu dəqiqə qayələrimizdən biri olmalıdır ki, kiber suverenliyin təmin olunması, kiber mühitdə perimetrlərin düzgün qurulması və internetin yaxşı tərəflərini istifadə eləməklə müəyyən gələn təhdidlərin təbii ki, qarşısının alınmasıdır. Mən belə düşünürəm. Və burada əslində kifayət qədər yeni məsələlər də çıxdı. Biz yəqin ki, tədris, elmi tədqiqatları ayrıca bir müzakirə eləyəcəyik. Mən bu məsələ çox düşündürür. Amma mənim çox qısaca, yəni vaxtımız da az qalıbdır, əslində bir dəqiqəmiz var. Tədrislə bağlı indi siz birbaşa universitetin içindəsiz. Bizim nə qədər maraq var və biz gələcəkdə bu tələb olunan ixtisaslara mütəxəssisləri yetişdirə biləcəyikmi? Elçin mənim, bu inkişaf filan hamısı öz yerindədir. Amma bizim ona münasibətimizə bir fəlsəfi, konseptual yanaşmamızda bəzi məqamlar biz korrekt eləməliyik. Söhbət nədən gedir? Keçən dəfə də yadda gəlsə bizim bir söhbətimiz oldu, süni intellektin təhsilə tətbiqi ilə bağlı. Təəssüf ki, mən duran yerdən, mənim baxdığım yerdən negativ tərəflər də görünür. Təbii ki, uğurlar var, təbii ki, inkişaf edir. Nədir o negativ tərəf, Nəmənd müəllim? Yəni, həmən o dediyimiz kimi, fərqinə varmadan, ağına bozuna varmadan, incələmədən o elementlərdən istifadə və bəzən tutaq ki də tələbələr ifrat tənbəlləşir. Yəni, tutaq ki, tələbəyə tapşırıq verirsən ki, get filan şeylə bağlı bir tapşırıq elə. Gedir, mən ikisini də dedim də sinov verilişdə. Gedir, tutaq ki, seminara elə hazırlaşır ki, yaxud da baxırsan ki, vallah, yəni, adam sıfırdan ona baxır. Valla o ziyanlı bir iş görmür də, heç olmasa ən azı tədrisi alladır və yaxud da sizi alladır. Yox, burada bir məqam var ki, əzbərliyir, öyrənmir. Valla, indiki onsuz da testdə də elə çoxumuz əzbərləyib gedirik, bu da reallıqdır. Mən elə gəlir ki, bu mövzunu, bu tədrisi ayrıca müzakirə eləyik, həm də vaxtımız da çox azdır. Mən Lamiyə xanım, sizə təşəkkür edirəm. O tədbirin ümumiyyətlə təşkilatçılığında sizin qurum və təmsil elədiyiniz qurum çox fəal iştirak elədi və orada da qonaqlar çıxış elədilər. Əhəmiyyətli bir tədbirdir. Babək müəllim, sizə təşəkkür edirəm. Sizin, mən bilirəm ki, institut və ümumiyyətlə orada olan mütəxəssislər gecə-gündüz bu sahədə çalışır və məqalələrdə dünyanın tanınmış elmi nəşrlərində işıq üzü görür. Bu da bizim qürur yerimizdir. Bunu xüsusilə qeyd etmək lazımdır. Rasim müəllim də bu yaxınlarda bir məqaləsi çap olundu. Bu barədə məlumat da var idi. Bu da önəmli bir məsələdir. Nəmənd müəllim, sizə də təşəkkürümü bildirirəm. Bizə vaxt ayırdınız. Bilirəm, sizin də qrafikiniz çox gərgin idi, amma bu gərginlikdə buna vaxt tapdınız. Burada əsas məsələ nədir? Biz özümüzü qorumalıyıq. Bu aydındır. Qorumaq üçün də kifayət qədər bilikli olmalıyıq. Ən azı cihazımız qədər ağıllı olmağa cəhd eləməliyik. Burada artıq biliklər sistemi yox, həm də çevik ağıl və ümumiyyətlə rəftar mədəniyyətidir. Bax, bütün bunlar əgər ağıllı cihaza etibar eləmək istəyiriksə, hər informasiyamızı oraya yerləşdiririksə, demək ondan istifadə qaydalarını da öyrənməliyik və ağıllı işlətməyi də bacarmalıyıq. Əks halda doğrudan da bizi axmaq yerinə qoya bilərlər. Bu hələ ən yaxşısıdır. Çalışaq, ağıllı olaq, görüşərik.